Allahım, boş işleri terk ederek vaxtımızı qiymətli, faydalı və xeyirli işlərlə dəyərləndirməyə bizləri müvəffəq et. Dünyanın fani nəfəslərini axirətin əbədi xəzinələrinə çevir. Qüsur və günahlarımızı məhşər günü üzümüzə vurma. Allahım, bugün buraxılış imtahanı verəcək olan evladlarımıza zehin açıqlığı ver. Müvəffəqiyyət nəsib et. Amin. Yeni həftənin xeyir və bərəkəti üzərinizə olsun. Amin. Ey uca Allahım! Bizə şübhəsiz iman, tükənməz nemət və əbədi cənnətin ən yüksək qatında, Peyğəmbərimiz Muhammedin yanında olmağı nasib et. Allahım, bizi nəfsimizin, şeytanın və şeytan xislət insanların şərrindən qoru. Ən doğru işimizdə bizi müvəffəq et. Gizlində və aşkarda, səhvən və qəsdən, həmçinin bilərəkdən və bilməyərəkdən etdiyimiz günahları bağışla. Amin.